Gedirsən, bir müəssisənin qapısını döyürsən, deyir təcrübə varmı? Mən başa düşmürəm, insanlar təcrübəni ana bətnində mi öyrənməlidirlər? 9 ay boyunca ana orada həm də təcrübə mi keçməlidir övladına ki, sən gələcəkdə filan sahənin sahibi olacaqsan, filan sahədə çalışacaqsan. Gəl elə bətnimdə sənə təcrübə öyrədim. Qapı açıq olmalıdır, işə qəbul eləməlisiniz ki, adam təcrübə öyrənsin də. Heç kim evində təcrübə öyrənə bilməz, mümkün deyil. Heç kim ana bətni. MSK sədri Məzahir Pənahov bəlkə də Çaxırıncı dəfə yadına düşmür ki, maaş kartını nə vaxt salıb o banka? Nə vaxt oradan pul çıxardıb? Yəqin ki, onu xatırlamır, çünki ümumiyyətlə onun buna heç ehtiyacı yoxdur da. Bəlkə də evin bir küncündə tullayıb, çünki bu adamların ümumiyyətlə maaşa falan ehtiyacı yoxdur axı. Bizim kimi gözlə. 24 yaşlı oğlan. Nə deyim sənə buradan? Sənin zövqünə mi deyim? Sənin qeyrətinə mi deyim? Sənin kişiliyinə mi deyim? Sənin mərdliyinə mi deyim? Nəyinə deyim bilmirəm. Bir onu deyirəm ki, heç utanıb öldün. Yəni 24 yaşlı cavan oğlan.